Herkese salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 8-i işləyəcəyik. Gəlin başlayaq. Birinci misal. Listen and report. İndi bir dənə trəkə qulaq asacağıq və təkrar edəcəyik. Gəlin ilk öncə trəkə qulaq asaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Trəkə qulaq asdığımıza görə gəlin indi ikinci misala keçək. Walk with a partner. Bir sinif yoldaşına işlə. Count with use. 2 sayın. Məsəl üçün yazılıb burada 2, 4, 6. Yəni 2 atacaq. 6-dən sonra 10, 12, 14, 16. Yəni 2, 4, 6, 8, 10, 12. Bunları 20 rəqəminə qədər eləyəcəksiniz. Sonra isə üçüncü misal. Listen and report. Practice with your partner. İndi bir dənə trəkə qulaq asacaq. Gəlin ilk öncə trəkə qulaq asaq. How old are you? I'm 12. How old are you? I'm 11. Trəkə qulaq asdıq. Trəkdə deyirdi. How old are you? Neçə yaşın var? I am 12. 12. Mənim 12 yaşım var. How old are you? Bəs sən neçə yaşın var? I am 11. Bunu siz istəsəniz sinif yoldaşlarınızla öz yaşınızı qeyd edib dəyişə bilərsiniz. Məsələn, sizin 13 yaşınız varsa I am certain, ya da 10 yaşınız varsa 10. Bunu belə dəyişərək bir-birinizin arasında danışacaqsınız. Dördüncü misala deyək ki, listen and report. Qulaq asın və təkrarlayın. Gəlin təkrar qulaq asaq. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. Asdığımıza görə indi gəlin tərcümə edək. Monday birinci gün, Tuesday ikinci gün, Wednesday üçüncü gün, Thursday dördüncü gün, Friday beşinci gün, Saturday altıncı gün, Sunday yeddinci gündür. Yəni bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, cümə, şənbə və bazar günü. İndi gəlin 5-ci misala nəzər yetirək. Gəlin ilk öncə bu trəkə qulaq asaq. 1, F, R, I, D, A, Y. 2, W, E, D, N, E, S, D, A, Y. 3, S, A, T, U, R, D, A, Y. 4, T, U, E, S, D, A, Y. 5, M, O, N, D, A, Y. Astığımıza görə indi gəlin sözlər yazaq. Birinci sözdə Wednesday söz deyilmişdi. İkinci sözdə isə Saturday, yəni şənbə günü sözü yazılmışdır. Dördüncü söz Tuesday, yəni ikinci gün. Çərşənbə axşamı. Son olaraq isə axırıncı bizə 5-ci olaraq Monday, yəni birinci gün, bazar
5-i də işlədiyimizi görə gəlin 6-cıya keçək. Listen and repeat. Qulaq as və təkrar edin. Gəlin qulaq asaq. January, February, March, April, May, June, July, August, September, October, November, December. Listenə qulaq asdığınızı görə gəlin başlayaq. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Yəni bunlar ilimizdə olan aylar idi. İndi gəlin 7-ci misala keçək. Practice with a partner. Bir partnerlə işləyin. Partner A, yəni birinci partner. Say a number between 1 and 12. Yəni ona deyəcəksiniz ki, sinif yoldaşınıza 1 və 12 arasında bir dənə rəqəmdir. O isə rəqəm dediyi aya uyğun olaraq say the relevant month of the year and spell it. O, məsələn, 6 isə 6-cı ay iyun ayıdır. İyunu ingiliscə deyəcəyik, yəni June və onu hezalayacağıq. Məsəl üçün, siz yaza bilərsiniz ki, 8-ci ay. Bilirsiniz ki, 8-ci ay avqustdur. Yəni, əgər bunu siz öz halınıza deyərək işləyəcəksiniz. Bugünlük bu qədər. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.